Deməli əzizlərim, İkinci Dünya Müharibəsi gedişatı 30-cu illərdə böyük böhran baş verdi. Dövlətlərarası münasibətlər daha da kəskinləşmiş oldu. Nüfuz dairələri, xam mal və satış bazarları əldə etmək. Bunu dövlətlərarası münasibətlər dedik. Ən çox da bunun uğrunda mübarizə aparan kim idi? Yaponiya idi. Sonra Versa Vaşinqtonda narazı qalan dövlətlər. Almaniya çünki böyük təzminat ödəyirdi, millətçi qrupların ortaya çıxması səbəb oldu. İtaliya verilən vədləri yerinə yetirməmişlər ona doğru. Ərazi demişdilər, vəd vermişlər, yerinə yetirmədi, aldatdılar. Yaponiya isə sakit olarkən mülklərini əlindən almışdılar və bölüşdülər dünya dövlətləri. Buna görə də bu dövlətlər qisas almaq istəyirdilər. Və buna görə də ölkədə şovinist millətçi qruplar formalaşmışdı. ABŞ bir tərəfliyini elan etmişdi, amma daha sonra isə öz mənafeyi üçün müharibədə iştirak edəcək. İngiltərə, Fransa öz mövqeyini qoruyub saxlamağa çalışır. Sonra SSR hələ ki elə çox da böyük bir rol yoxdur orada. İkinci Dünya Müharibəsinin başlanması. Biraz əvvəl dedim, Molotov-Ribbentrop paktına görə Polşanın ərazisini kağız üzərində bölüşdürmüşdü Almaniya SSR və Almaniya bu müqaviləyə görə sentyabrın 1-də Polşaya hücum elədi. Bununla da İkinci Dünya Müharibəsi başlamış oldu. Almaniyanın Polşaya getməsindən sonra İngiltərə və Fransa Almaniya müharibə elan etdi. Almaniya bu zaman Polşaya gedərkən həm hava hücumundan, həm də eyni zamanda tank qoşunlarına istifadə etdi. Bu ildırım sürətli müharibə, yəni Blitzkrieg adlanır. Almaniyanın eyni anda həm havadan, həm də qurudan hücuma keçməsi. İlk dəfə idi ki, belə bir hücum taktikası tətbiq olunurdu. Bu adlanır Blitzkrieg. Nəticədə Polşa qoşunları məğlub edildi və Almaniya Polşanın bir hissəsini işğal etdi. Axı razılaşmaya görə Polşa ərazisinə Rusiya da girmədi, ya Sovet Rusiyası. Bu razılaşmaya görə Sovet Rusiyası Polşaya şərqdən daxil oldu və bununla da Polşanın şərqini işğal etdi. Sentyabrın sonunda bağlamış razılığa görə Almaniya və SSR arasında deməli Polşanın ərazisi bölüşdürüldü, yeni sərhədlər müəyyənləşdirildi. Nə vaxtı sentyabrın sonunda bağlamış müqaviləyə Polşa nüfuz dairəsinə ayrıldı. Konkret olaraq artıq işğal olundu bu ərazi. Qış müharibəsi. İkinci Dünya Müharibəsində şəhərdə bu belə başlıqlar olacaqdı. Qış müharibəsi 39-40 SSR Finlandiya və orada digər Skandinaviya ölkələrinə hücum edir. SSR-nin bu müharibəsinə görə, bu işğalçılıq siyasətinə görə 39-cu ildə onu Millətlər Cəmiyyətindən çıxartdılar. Gedib Baltik ölkələrinə, Estoniya, Latviya, Litviya ərazisinə hücum elədi və işğal etdi. Amma Finlandiyaya girə bilmədi. Finlandiya öz müstəqilliğini qoruyub saxlaya bildi. Rumıniya ərazisini işğal etdi və özünə qatmışdı. Bununla da Rusiya 1917-ci il inqilaba qədərki olan sərhədlərini demək olar ki, bərpa etmiş oldu. Söhbət gedir qərb sərhədlərindən, Avropa tərəfli sərhədlərindən. Qəribə müharibə nədir bəs? Almaniya Polşaya girdikdən sonra İngiltərə, Fransa Almaniyaya qarşı müharibə elan etdi. Amma 1940-ın martına qədər onlar Almaniyaya qarşı fəal müharibəyə başlamayıbdı. Söz üzərində ona müharibə elan etdilər, amma heç bir hərbi belə deyim, hərbi aktiv bir fəaliyyətə keçməyiblər. Ora qoşun göndərməyib almanlara qarşı. Bu tarixdə adlanır qəribə müharibə. 1940-cı ildə Almaniya bir tərəf olan Danimarkanı, Norveçi, daha sonra isə Hollandiya və Belçikanı işğal etdi. Danimarka, Norveç, Hollandiya, Belçika. Ardıcıl olaraq bunları işğal etdi. Dünkeç möcüzəsi.
1940'ın mayında İngiliz, Fransa ve Belçika qoşunları Dunkirk rayonunda Almanları döyüşe girdi ve orada mühasirəyə düşdülər. Amma Hitlerin əmri ilə mühasirə qaldırıldı və ingilislərin buradan sərbəst şəkildə çıxıb getməyə icazə verildi. Dunkirk möcüzəsi adlanırdı. Hitler burada düşünürdü, ehtiyat edirdi ki, yəni ehtimal edir ki, Böyük Britaniya ilə razılaşma əldə edəcək, sülh bağlayacaq və onu müharibədən kənarlaşdıracaq. Belə düşünürdü. Bu da onun nə idi? Səhv idi. Bəlkə də müharibənin taleyini həll edə bilərdi, amma etmədi. Bundan sonra Almaniya Fransaya hücum etdi. Fransanın təslim olması tarixində aldığı ilk ən ağır müqavilə, ilk deyil, ən ağır məğlubiyyətdir Fransanın. Baxaq görə nə elədi? Fransada Alman əleyhinə xəttlər qurulmuşdu, yəni müdafiə xəttləri. Bunlar adları məşhur Maginot müdafiə xətti. Maginot. Amma buna baxın, 1940-cı ildə Almanlar Fransaya hücum elədilər və Parisi işğal etdilər. Düşünün, dövlətin paytaxtını işğal etdilər. Bu, Fransanın tarixində aldığı ən ağır məğlubiyyət idi. Ən böyük məğlubiyyət idi. Fransanın şimalı qaldı kimin tərkibində? Almanların nəzarətində qaldı. Və Fransa iki hissəyə bölündü. Şimal qaldı Almanlarda, cənubu isə ayrıca bir faşist hökuməti qalmış. Hökuməti quruldu həmin ərazidə 1940-da. Fransa hökuməti ölkəni tərk etmək məcburiyyətində qaldı. Azad dünyanın son qalası. Baxın əzizlərim, deməli Almaniya burada, bu ərazidə Polşanı bölüşdürdü, SSR də buradan gəldi. Ondan sonra SSR görürsünüz, Baltikyanı əraziləri işğal etdi. Finlandiya hücum etsə də uğursuz oldu. Almaniya, Belçika, Danimarka, Norveçli bu əraziləri işğal etdi. Sonra Fransa ərazisinə daxil oldu. Fransanın bir hissəsini ələ keçirmiş oldu. Və oradan da İngiltərə ilə mübarizəni davam edəcək. Deməli, Azad dünyanın son qalası. Bu ərazi haradır? Söhbət gedir İngiltərədə. 1940-cı yazda deyir ki, Almanlar Norveçdən başqa, Norveçdən İspaniyaya qədər, bütün Avropanı işğal etmişdir. Bir dənə qalmışdı Böyük Britaniya. Azad dünyanın son qalası adlandığı ərazi bu idi. Və Böyük Britaniya İngiltərəyə havadan hücum edir dayanmadan. Amma bu zaman İngiltərə ilk radarların köməyi ilə bu hava hücumunun qarşısını ala bildi. Bununla da Almaniyanın planları puça çıxdı. Sualtı gəmilər varsa hücum etsə də belə heç bir nəticə görə bilmədi. İngiltərə, yəni dəniz donanması dənizləri üstünlüyü qoruyub saxlayırdı və İngiltərə ilk radarların köməyi ilə hava hücumunun qarşısını almış oldu. Bu, Hitlerin aldığı ilk strateji məğlubiyyəti idi. Sonra keçək əsas vacib hissələrə toxunmağa çalışıram. Yəni döyüşdür, ildir, bunları bilirik. Əzbərləyəcəyik sadəcə. Vacib hissələr, məqamlar var ki, onlara toxunmağa çalışacağım. Şimali Afrika və Balkanlarda hərbi əməliyyat. 1940-da Afrikada da hərbi əməliyyatlar davam edir. İtaliya Misrə hücum etsə də bunun qarşısı alındı, tuta bilmədi. Daha sonra Hitler İtaliyaya köməklik edir. Sonra 1941-ci ildə Almanlar İtalyanların köməyi ilə bərabər Yugoslav və Yunanistanı aldılar. Neçənci ildə? 1941-də. Baxaq. 1940-cı ildə əvvəlki mövzuda demişdi. Almaniya, İtaliya və Yaponiya üçlük paktı imzalanmışdı. Müqavilə imzalanmışdı. Üçlük paktında burada əsas
deməli, ərazi bölgüsü nəzərdə tutulur. Yaponiya Asiyada öz nüfuzunu qorumağa çalışırdı. Versal Vaşinqton sistemi bütün narazılığını bu şəkildə aradan qaldırmağa çalışırdı. Almaniya SSR hücumu. Deməli, Stalin o dövrdə rahat idi. Stalinə kəşfiyyat məlumatları gəlir ki, Almaniya bu gündə, bu tarixdə hücum eləyəcək, amma Stalin buna inanmırdı. Çünki Molotov-Ribbentrop paktına görə Stalin arxayın idi ki, Almaniya tərəfindən mənə təhlükə gəlməyəcək. Buna görə də SSR-də müharibəyə heç bir hazırlıq yoxdur. Tam rahat bir şəkildə həyatını davam etdirir. Eyni zamanda SSR bu dövrdə zəifləmişdi. Niyə görə? Çünki 30-cu illər repressiyası Azərbaycan tarixindən bilirsiniz. Onun həm mülki həyatında, həm də hərbi həyatında müəyyən kadrların repressiyaya məruz qalması səbəb olmuşdu. SSR bununla da müəyyən qədər zəifləmişdi. Buna görə heç bir şəkildə müharibəyə hazır deyildi SSR. Və bu dövrdə Almaniyanın SSR-ə qarşı müharibə başlaması da əslində onun səhvi idi. Niyə görə? Çünki Avropada işini bitirməmiş SSR üçün böyük bir dövlətə hücum etməsi onun qüvvələrini bölüşdürdü. SSR hücum planı Barbarossa adlanırdı. Bu plana əsasən 1941-ci ilin 22 iyununda müharibə elan etməmiş Hitler böyük bir qüvvə ilə 3 istiqamətdə SSR üzərinə hücuma keçdi. Adlanır bu ildırım sürətli müharibə. Onun planına görə 41-ci ilin sonuna qədər Arxangelsk-Həştərxan xəttinə qədər gəlməli idi. Həmin əraziyə qədər gəlib çıxmalı idi. Ukrayna Belorusiyanı işğal etdi. Sonra Moskvaya yaxınlaşdı. Leningradı mühasirəyə aldı və Moskvaya yaxınlaşdı. Artıq qısa vaxt ərzində SSR-in paytaxtı Moskvaya qədər çatdı. 41 dekabrında Moskva yaxınında döyüşdə SSR qoşunları Hitlerin qarşısını aldı, yəni Almanların qarşısını aldı, onları məğlub elədilər və geri qaytardılar. Bununla da ildırım sürətli müharibə puça çıxdı. Deməli, şahidlər, oxşar cəhət verir bizə ki, 1914 Marna döyüşü, bir də 1941-ci il Moskva döyüşü, ildırım sürətli müharibənin puça çıxması. Marnada Schlieffen planı, burada isə Barbarossa planı iflas elədi. Almanların hücumlarının qarşısı dayandırıldı. Burada verib Schlieffen Barbarossa planı, ildırım sürətli müharibənin puça çıxması, Marna döyüşü və Moskva döyüşləri. Atlantika Xartiyası, Anti-Hitler koalisiyasının yaranması. ABŞ demişdi ki, bir tərəflik siyasəti yürüdürdü. Amma 1941-ci martında Lend-Liz haqqında qanun verdi. Borclar və kirayə haqqında qanun vermiş oldu. Mahiyyəti nədir? ABŞ öz təhlükəsizliyi üçün əhəmiyyətli hesab etdiyi dövlətlərə yardım eləyirdi. Həmin dövlətlərdən birincisi İngiltərə idi. Daha sonra isə SSR-ə də aid etdi bunu. SSR-ilə onlar çox da xoş münasibət qurmasalar da, düzdür. Franklin Roosevelt'in dövründə SSR ilə müqavilə bağlamışdı və diplomatik münasibətlər qurulmuşdu. Amma SSR ilə yenə də çox da səmimi bir münasibətləri yox idi. Amma burada ortaq bir cəhətləri var. Ümumi düşmən var, kimdir? Almaniya var. Buna görə də həmin dövlətlərə yardım edirdi. 1941-ci ildə Atlantika Xartiyasını imzaladı. İngiltərə ilə ABŞ arasında. Daha sonra digər dövlətlər də ona neynəyəcək? Qoşulmuş olacaq. Atlantika Xartiyasının. Prinsip nədir? Başqa dövlətlərin ərazisini işğal etmə məsələləri yoxdur, düşüncələr yoxdur. Bunu testlərdə soruşa bilər bizdən. Atlantika Xartiyasının prinsipləri. Xalqların öz müqəddəsini, gələcəyini təyin etmə hüququ verilirdi. Təcavüzkarların təkislah edilməsi, yəni Almaniya və onun müttəfiqlərinin və digər məsələlər. Baxaq, burada vacib olan bir şey varmı? Nədir? Böyük Britaniya və ABŞ SSR-yə yardım etmək üçün onların yolları vardı. 3 dənə yol vardı. Hansıdır? Xəritə bilgisi olanlar daha yaxşı bilirlər. Birincisi, bunu sizə necə görsədim? Bircə dəqiqə.
Xəritəyə keçim. Birinci yolumuz budur. Baxın, bu istiqamətdən kömək edə bilər. Ağdəniz vasitəsilə, yəni Atlantik okeanı. Burada isə daimi donuşluq xətti var. İlin böyük bir hissəsi o isə donmuş vəziyyətdə. Ora getmək əlverişli deyil. İkinci yol budur. Rusiyaya kömək edə bilərlər. Amma Türkiyə müharibə zamanı əvvəlki Sədabad paktında 37-ci özünü bir tərəf elan etmişdi və boğazları bütün dövlətlərin hərbi gəmilə bağlamışdı. Bir dənə yol qalırdı. O yolda haradır? İran ərazisi idi. Üçüncü yolumuz da İrandır. İran hökuməti buna razılıq verməmişdi. Qacarlar. Daha doğrusu Pəhləvilər buna razı olmamışdılar. Ona görə də 1941-ci ildə İranda hakimiyyət dəyişikliyi olacaq. Baxın, görüm, çox getmədim ki. Deməli, bir dənə yol qalırdı nə? İran vasitəsilə. Ona görə də 41-ci ildə İranda hakimiyyət dəyişikliyi oldu. Necə elədilər? Bunu Azərbaycan tarixində keçəcək. Deməli, SCR Pişəvərin rəhbərliyi altındakı Azadlıq Hərəkatı var. 41-46. Həmin məsələlərdə bu mövzuya toxunacaq. 1941-də İrana qoşun yeritdilər. Orada hakimiyyət dəyişikliyi etdilər və Sovet qoşunları İranın şimalına, ingilislər cənubuna gəldilər. Bu şəkildə İran onların nəzarətindədir və İran vasitəsilə Sovet Rusiyasına yardım göndərdilər. Yaponiya işğalları və ABŞ-ın müharibəyə qoşulması. Ortaq cəhətdir. Birinci Dünya müharibəsində Çində də ABŞ sonradan müharibəyə qoşulmuşdu. Yaponlar nə etdilər? Çin ərazisini işğal etdilər. Hind okeanındakı ərazilərdə, adalarda möhkəmləndilər. Sonra Fransa müstəmləkə olan Vyetnam, Laos, Kamboçyanı ələ keçirdilər. Daha sonra 1941-ci ildə Yaponiya ilə SSR arasında bir-birinə hücum etməyəcəklərinə dair razılaşma var idi. Bu razılaşmadan arxayın olan Yaponiya öz fəaliyyətini genişləndirdi uzaq şərqdə. Fəallaşdı ki, artıq SSR tərəfdən mənə heç bir təhlükə gəlməyəcək. 1941-in dekabrında ABŞ-ın Havay adalarındakı Pearl Harbor hərbi bazasına zərbə endirdi. Hava hücumu vasitəsilə. Bundan sonra ABŞ dərhal Yaponiyaya müharibə elan etmiş oldu. Bu zamanda Almaniya Yaponiya müttəfiqi olaraq ABŞ-a müharibə elan etdi. İngiltərə, Fransada Yaponiyaya müharibə elan edərək Yaponiya qarşı əməliyyatlara başladılar. Anti-Hitler koalisiyasının yaranması. Artıq gördüyümüz kimi bununla da Almaniyaya qarşı, yəni Hitler ittifaqına qarşı, Hitler koalisiyasına qarşı yeni bir ittifaq formalaşır Avropada, dünyada. Kimlər var burada? ABŞ, SSR, Böyük Britaniya, digər dövlətlər də Hitlerə qarşı birləşdi və onlar 1942-ci ildə, 1942 yazıram təkrar, Birləşmiş Millətlər bəyannaməsini imzaladılar və faşist blokuna qarşı ittifaq qurdular. Bununla da BMT-nin başlanğıcı, əsası qoyulmuş oldu. BMT adlı hal-hazırda mövcud olan BMT, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Təşkilat, onun yaradılması ilk addım atılmış oldu. Hansı hadisə ilə? Deməli, 1942-ci ildə Birləşmiş Millətlər bəyannaməsinin təşkil edilməsi ilə. Sonra buradan bizə vacib olan nələr var? Baxaq. 1942-ci ilin əvvəlləri faşist blokunun, yəni Almanların və onun müttəfiqlərinin üstünlüyünün zirvə nöqtəsi idi. 42-nin əvvəllərinə qədər. Alman qoşunları Qafqaz istiqamətində irəlilədilər. Çox böyük bir qüvvə ilə hücuma keçmişdilər. Qafqaz istiqamətində irəlilədilər və Volqa çayına çatdılar. Yəni Rusiyanın artıq içərisindədirlər. Hətta Şimali Qafqazın da bir hissəsini nə etmişdilər? İşğal etmişdilər Almanlar. Bu dövrdə yenə də Azərbaycan tarixi ilə bağlı çox oxşar cəhətlər var burada. Bu dövrdə Azərbaycan əhalisinin köçürməsi, Bakının köçürmə planları var idi. Çünki Almanların məqsədi Bakı neftinə çatmaq idi. Hətta onlar plan qurmuşlar. Bakı neftinə çatsalardı, əsas texnika idi.
tanklar və təyyarələr Bakı neftinə çatsalar da, Mərkəzi Asiya ölkələri ta Çinə qədər olan ərazini işğal etmək planları var idi və böyük bir Turan dövləti qurmaq istəyirlər Almaniyadan asılı olaraq. Məqsədləri bu idi. Hədəf Bakı idi orada. Deməli, dediyimiz kimi, hədəf Bakı idi. Bakı neftinə çatmağa çalışırdılar ki, Bakını ələ keçirsələr, onların hücumu artacaqdı. Amma 1942-ci ildə artıq Qafqaz cəbhəsində Almanların məğlub olması onların vəziyyətini, müharibənin vəziyyətini dəyişdirdi. Bütün cəbhələrdə faşist blokunun hücumlarının qarşısı alındı. Nə vaxt? 42-ci ilin ortasında. 1942-ci ildə Mərcan adalarındakı döyüş. Yaponlar məğlub edildi. Ardıca Midyoya yaxında döyüş var. ABŞ qoşunları Yaponları məğlub elədilər. Bu, Sakit Okeanda dönüş nöqtəsi sayılır. Baxın, əraziyə diqqət edin. Sakit Okeandakı döyüşlərdə dönüş nöqtəsi sayılır. Hansı döyüş? Midyoya yaxında döyüş 42-ci ildə. Və bundan sonra Yaponiya Sakit Okeanda bir daha hərbi əməliyyatlara başlaya bilmədi. 42-ci ildə yenə də Afrikanın şimalında Əl-Əlaməyin döyüşü var. İngilis qoşunları burada qalib gəldilər və Almanlar təslim oldu 43-cü ildə. Təkrarlayıram, burada bir dənə deyək. Midyoya döyüşü Sakit Okeandakı döyüşlərdə dönüş nöqtəsi yaratdı. Midyoya döyüşünün nəticəsində Yaponlar bir daha Sakit Okeanda hərbi əməliyyatlara başlaya bilmədilər. Müharibənin gedişatında 3 böyük dövlət, ABŞ, İngiltərə, SSR arasında danışıqlar və konferanslar var. Biraz sonra onlara toxunacağıq. (1942-də) SSR istəyir ki, Avropada ikinci cəbhə açılsın. Niyə görə? Çünki Almaniya bu formada SSR-yə hücum edirdi çox rahat formada. Əgər burada ikinci bir cəbhə açılmış olsaydı Avropada, o zaman Almaniya öz qoşunlarını həm sola, həm də sağa, yəni şərqə və qərbə doğru paylaya bilərdi. Belə olduqda SSR-in də işi rahatlaşardı. Amma hələ ki İngiltərə və ABŞ ikinci cəbhənin açılmasının mümkün olmadığını dedilər və İran vasitəsilə SSR-ə yardımlarını davam etdirirlər. 1943-cü ildə Kursk döyüşü. Tarixin ən böyük tank döyüşü hesab olunur. 1943-cü ildə Sovet ordusu qalib gəldi və Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Baxın, Sovet-Alman cəbhəsində. Yuxarıda nə demişdik? Midyoya döyüşündə Sakit Okeanda dönüş yarandı. Amma Kursk döyüşündə deyir ki, Sovet-Alman cəbhəsində, Sovet-Alman döyüşlərində əsaslı dönüş başa çatmış oldu. 1943-cü ildə artıq faşist blokuna aid olan dövlətlərdə böhran başlamışdı. Çünki onlar ard-arda məğlubiyyəti onları zəiflətmişdi. 43-cü ildə Siciliyaya qoşun çıxaran müttəfiqlər, İngilis və ABŞ qoşunları Mussolini devirdilər və İtaliya təslim oldu. 1943-cü ildə. İtaliya 1-ci Dünya müharibəsində xatırlayırsa təslim olmuşdu. Orada Almanlara, burada isə qalib dövlət, yəni digər dövlətlərə. Almaniyanın qarşısında olan dövlətlərə. Aha, indi şayda əsas demək istədiyimiz məsələlər gəldik. Konferanslar. 1943-cü Tehran konferansı, yəni İranda keçirilən konferans. SSR-dən Stalin, ABŞ-dan Franklin Roosevelt'i, İngiltərənin baş naziri Winston Churchill iştirak edəcək. Burada əsas məsələmiz ikinci cəbhənin açılması. Harda? Fransada, Normandiya ərazisində, Fransanın şimalında. Normandiya Hersoqluğu ərazisi xatırlayırsa, 100 illik müharibə məsələsində və yaxud da 1066 Hastings döyüşü, Norman işğalı. Bu məsələləri xatırlayırsınız. Fransanın şimalındadır ərazi. Normandiya ikinci cəbhənin açılması qərarı alındı. Nə vaxt? 1944-cü ildə. Və bu razılaşmaya əsasən 44-cü ildə müttəfiqlər o dövrdə ABŞ generalı olan Dwight Eisenhower'ın rəhbərliyi altında
Normandiyada, yəni Şimali Fransada ikinci cəbhəni açdılar. Neçənci ildə? 1944-cü ildə. Normandiya çıxarması olaraq adlanır bu proses. Nəticədə Almanlar qüvvələrini parçalamaq məcburiyyətinə qaldılar. Həm şərqdə ruslara qarşı, Sovet Rusiyasına qarşı, həm də qərbdə müttəfiq dövlətlərə qarşı mübarizə aparmalı oldu. 1944-cü ilin sonunda Fransa ərazisi tamamilə azad olundu. Aha. Baxın, bu da xronologiyada bizdən soruşulan hadisələrin biridir. 44-ün sonuna qədər Fransa tamamilə azad olundu. Sonra Sovet ordusu cəbhədə üstünlüyü ələ aldı və Almanlara qarşı mübarizəni davam etdirirdilər. Onlar daxil oldular Şərqi Avropa ərazisinə. 1945-ci ildə müttəfiq dövlətlər artıq Almaniya ərazisinə daxil oldular. 45-in fevralında artıq da Almaniyanın ürəyini, canını alıblar. Ürəyini üzüblər da. 1945-ci ildə Sovet və ABŞ qoşunları Elba sahilində qarşılaşdılar. Artıq onlar birgə əməliyyata başlayırlar. Həmin dövrdə isə Hitlerin sadəcə deyir ki, yeniyetmələrdən və yaşlılardan ibarət olan ordusu qalmışdı. Yəni, müqavimət göstərə biləcək bir gücü qalmamışdı. Şahidlər, Tehran konferansını bildik. Nədir? Məsələn, ikinci cəbhənin açılması. Burada konkret bir dənə budur. 43-cü ikinci cəbhə. Burası da 44-də ikinci cəbhə açıldı. İndi gəlirik əsas məsələlərimizə. Krım konferansı. Yalta konferansı. 1945-in fevralı. Böyük üçlü, yenə də ABŞ, Böyük Britaniya, SSR görüşür. Deməli, şəhərdə, burada diqqət edirik nəyə? Yalta konferansı, Krım konferansı 45-in fevraldır. Yəni, hələ müharibə, baxın, müharibə bitməyib. Müharibə davam edir Avropada. Həmin dövrdə 3 dənə dövlət birləşirlər və qərar alırlar. Bax, yenə təkrarlayıram. Müharibə hələ Avropada bitməyibdir. Və bu dövlətlərin aldığı qərar nədir? Krım konferansında. Çünki Krım konferansından sonra Potsdam konferansında bir-birinə oxşar ifadələr var. Qarışdırmamaq üçün sözlərə diqqət edirik. Elə ikisi də bir yerdədir. Tamam, burada belə qəşəng göstərəcəm onları. Müqayisə eləyək. Deməli, Krım konferansında qərar nədir? Müttəfiqlər birgə hücum eləyəcəklər. 2. Almaniya danışıqsız təslim olmalıdır. Baxın, təslim oldu yox ha. Təslim olmalıdır. Hələ müharibə davam edibdir. SSR-nin qərb sərhədləri tanındı. Almaniya məğlub olduqdan sonra SSR Yaponiyaya qarşı müharibəyə başlayacağına söz verir. Amma bunun üçün də hansı ərazilər istəyir? Cənubi Saxalin, Kuril adalarını, Port Arthur və Manzarəşi dəmir yollarını istəyir ki, həmin əraziləri mənə verəsiniz. Onlar da razılaşırlar. Bu ərazilər sənə veririk, sən də Yaponiyaya müharibə eləyəcəksən. SSR buna okey deyir, razılaşır. Və bununla bağlı məxfi, gizli saziş imzalandı orada. Sonra, gələcəkdə BMT-nin iş qaydaları müəyyənləşdirir. Yaradılacaq olan təşkilatın iş qaydaları müəyyənləşdirildi. Bunlar nədir şahidlər? Hələ müharibə bitməyibdir və danışılan məsələlər bunlardır. Nəticədə Almaniya təslim olacaq az sonra. Belə ki, 45-ci aprelində Sovet ordusu Berlin əməliyyata başladı və onlar Berlini tutdular. Nəticədə mayın 8-dən 9-una keçən gecə Almaniya təslim oldu. Hitler də ondan əvvəl intihar elədi və getdi. Almaniya 9 mayda təslim oldu. Bununla da şahidlər, Avropada müharibə bitdi. Baxın, 2-ci Dünya müharibəsi başa çatdı demirəm. Avropada müharibə başa çatdı. Bundan biraz sonra 45-ci ilin yayında Potsdam konferansı keçirildi. Potsdam konferansında yenə də SSR-də Stalin'di. Böyük Britaniya Clement Attlee'dir və ABŞ-ın yeni prezidenti Harry Truman iştirak edir. Potsdam konferansının qərarları nədir? Deməli, konferansın məqsədi. Birinci, Berlin daxil olmaqla Almaniya 4 işğal zonasına bölünəcək. Baxın, yuxarı qayıdıram. Krım konferansı dedi ki, Almaniya danışıqsız təslim olacaq.
olacaq. Çünki Almaniya hələ müharibə davam edir. Potsdamda deyir ki, Almaniya arası 4 yerə ayrıldı. SSR, ABŞ, Böyük Britaniya, Fransa arasında bölüşdürüldü. İkinci, müharibə səbəbkarları hərbi tribunlara verildi. Almaniyanın dövlət sərhədləri müəyyən olundu, ərazisinin böyük bir hissəsini itirdi. Çünki müharibə bitib artıq. Almaniya üçün müharibə bitibdi. Almaniyadan alınacaq təzminatın həcmi müəyyən edildi və bundan müəyyən qədər SSR-ə çatmalı idi. Krım konfransında ola bilər ki, qarşınıza çıxa bilər hardasa, yaza bilər ki, Almaniyada təzminat alınması qərarı alınmışdı. Almaniya təslim olacaq, daha sonra isə ondan təzminat da alınacaq. Alınacaq. Krım konfransı deyir. Amma Potsdam deyir ki, konkret təzminatın həcmi müəyyən edildi və alındı təzminat. Və oradan SSR-yə də pay verildi. Yaponiyanın təslim olmasına baxırıq. Dediyim kimi, bu konfransın qərarlarına diqqət edirsiniz ki, oradan bizə daha çox sual verə bilər. Yaponiyanın təslim olması. 45-ci ildə ABŞ öz gücünü göstərmək üçün Xriosov və Nagasaki şəhərlərinə atom bombası atdı. Məqsəd dedim ki, gücünü nümayiş etdirmək və Yaponiyanı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq məcbur edə bilməmişdi. Yəni, təslim edə bilməmişdilər. İndi onu məcbur etmək istəyir ki, sən bizə təslim ol. Məqsədi bu idi güya. Və tarixin ən böyük haqsızlığını etmiş oldu. Çünki dinc əhaliyə qarşı kütləvi qırğın silahından istifadə elədi. Belə əsaslandırırdı ki, məsafə uzaqdır, Yaponiyaya gəlib çıxa bilmirəm, iqlim çətinliyi və s. Bu formada özünə haqq qazandırmağa çalışır ki, yəni mən böyük haqsızlığı bu eləmişdi. Sonra SSR Yalta konfransında axı qərar almışdı ki, mənə bu əraziləri versəz, mən də Yaponiya müharibəyə başlayacağam. Və o öhdəliyini yerinə yetirdi. 1945-ci ildə Yaponiya müharibə elan etdi. Yaponiya isə artıq hər tərəfdən hücuma məruz qaldığı üçün 1945-ci il sentyabrın 2-sində Yaponiya təslim oldu. Missouri xətt gəmisində bağlanmış müqaviləyə əsasən Yaponiya təslim aktını imzaladı. Bununla da 2-ci Dünya müharibəsi başa çatmış oldu. Deməli şahidlər, Almaniyanın təslim olması ilə Avropada müharibə bitir, Avropada. Yaponiyanın təslim olması ilə 2-ci Dünya müharibəsi başa çatmış oldu. 45-ci ilin sentyabrın 2-sində. Aydın oldu. 39-cu sentyabrın 1-də başlamışdı, 45-ci sentyabrın 2-sində başa çatmış oldu. Bununla 2-ci Dünya müharibəsində Türkiyə uzun bir tərəf qalmışdı, amma daha sonra təcrid edilməmək üçün və BMT-yə qəbul olmaq üçün Türkiyə, indi Türkiyə mövzusunda deyəcək bunu, müharibədən sonraki vəziyyətində. Türkiyə, Almaniya və Yaponiya müharibə elan etmişdi 45-in fevralında. Müharibə dövründə səfərbərlik, bunlar haqqında çox danışmağa ehtiyac yoxdur. Yəni, elə mahiyyətli bir şey deyil bunlar. Baxın. Deyəcək sizə. Səfərbərlik. Bunu deyək. Müharibə dövründə. Deməli, müharibə iqtisadını quran ilk dövlət İngiltərədir. Bunları soruşur bizdən. Bütün zavodlar hamısı müharibənin tələbinə uyğun idi, ona uyğun çalışırdı. Məhbuslar ön cəbhəyə göndərilmişdi. ABŞ-da silah-sursat istehsalı dəfələrlə artırılmışdı. Elm sahəsində səfərbərlik nədir? Yeni radarlar, sonra tank vuran raketlər, sonra reaktiv təyyarələr, tank raketləri dedik, istifadə olunurdu. Bütün döyüş sursatlarından və vasitələrindən birlikdə istifadə olunurdu. Sonra deportasiya məsələsi. Dinc əhaliyə qarşı deportasiya edilmişdi. Harda? ABŞ-da Yapon əhalisinə qarşı onları sürgün eləmişdilər. SSR-də güya Almanlarla işbirliyi qurmuşdular bəhanəsi ilə Türk, Qafqaz və Baltik xalqlarına qarşı kütləvi deportasiya həyata keçirmişdi. 43-cü Qaraçayları 44-də digər xalqları köçürmüşdülər. Faşistlərlə əməkdaşlıq edirsiniz deyə. Nəticələri
70 milyondan çox insanın tələfatına səbəb olmuşdu. Yəni bunu rəqəmlərlə ifadə etmək yəqin ki, biraz mənasızdır. O dünya dövlət müharibəsinin fəsadlarını. Amma buradakı nəticələrə baxacağıq bizdən. Hansılar ki, testlərdə soruşa bilər. Qəbul dünya siyasətinin rolu zəiflədi. Üstünlük keçdi ABŞ-a. Sonra Asiya və Afrika ölkələrinin müstəmləkə əleyhinə hərəkatlar gücləndi. Yavaş-yavaş müstəmləkə dövrünün sonu yaxınlaşır bu hadisələrlə. Sovet qoşunları tərəfindən ələ keçirilmiş Şərqi Avropa ölkələrində sosialist dövlətlər quruldu. Artıq bundan sonra müharibə ideoloji müharibəyə çevrilir. Yəni, soyuq müharibə dediyimiz dövr başlayacaq. Soyuq müharibə. Kapitalizm və sosializm arasında soyuq müharibə. Sonra BMT-nin yaradılması əsas nəticələrdən biri oldu. Başqa burada deyəcəyimiz bir şey varmı? Hərbi əməliyyatlar vardı burada. Cədvəl formasını veribdir. İllərdir. Aha. Güc tarazlığı. Bu mövzunu demişəm sizə. Beynəlxalq münasibətlərdə güc tarazlığı. 19-cu əsr məsələlərini deməmişəm. Onu da ki, təkrar vaxtı deyəcəm sizə.